Cebinizdəki pulun dəyərini kim təyin edir? Hər gün işə gedib qazandığınız, marketdə xərclədiyiniz o kağız parçaları əslində necə yarandı və arxasında hansı gizli güclər dayanır? Çoxunuz elə bilirsiniz ki, dövlətlər istədiyi qədər pul çap edə bilər, amma reallıq tamamilə fərqlidir. Bugün sizə dünyanı idarə edən ən böyük iqtisadi sistemin sirlərini açacağam. Bu sadəcə rəqəmlər deyil, bu milyardlarla insanın taleyini tək bir qələm zərbəsi ilə dəyişən gizli bir oyundur. Vaxt itirmədən keçək məsələnin daxilinə. Hər şey 1971-ci ilə qədər çox sadə idi. Dünyada nə qədər pul çap olunurdusa, dövlətlərin xəzinəsində bir o qədər qızıl olmalı idi. Yəni, pulun arxasında real bir güc var idi. Amma 1971-ci ildə ABŞ prezidenti Richard Nixon tək bir qərarla bu sistemi ləğv etdi. Buna tarixdə Nixon şoku deyirlər. Bəs nə baş verdi? Pul artıq qızıla bağlı deyil, sadəcə bir kağız parçasına çevrildi. Dövlətlər havadan pul çap etməyə başladılar. Bəs bu qarşılıqsız pullar niyə hələ də dəyərlidir? Çünki ABŞ qızıl sistemini ləğv edəndən sonra dolların çəkməməsi üçün dahi bir plan qurdu. Səudiyyə Ərəbistanı və digər neft nəhəngləri ilə gizli bir müqavilə bağlandı. Şərt sadə idi. Dünyada kim neft almaq istəyirsə, yalnız və yalnız dollarla ödəməlidir. Qarşılığında isə ABŞ bu ölkələri hərbi cəhətdən qoruyacaqdı. Beləcə petrodollar sistemi yarandı. Almaniya, Yaponiya, Çin, hər kəs neft almaq üçün dollara möhtac qaldı. Bu isə o deməkdir ki, ABŞ sadəcə kağız çap edərək dünyanın real sərvətlərini, neftini və əməyini satın almağa başladı. İndi gələk ən vacib məqama. Niyə hər il hər şey bahalaşır? Maaşınız artsa da niyə alıcılıq qabiliyyətiniz düşür? Çünki sistem belə qurulub. Süni intellektləri, fabrikləri, texnologiyanı nə qədər inkişaf etdirsək də, inflyasiya heç vaxt dayanmır. Pul çap olunduqca sizin cibinizdəki pulun alıcılıq qabiliyyəti gizlicə əriyir. Bu dövlətlərin və mərkəzi bankların sizə hiss etdirmədən tətbiq etdiyi gizli bir vergidir. Əgər pulunuzu sadəcə nağd şəkildə saxlayırsınızsa, hər gün bu gizli sistemə uduzursunuz. Dünya iqtisadiyyatı böyük bir teatr səhnəsidir və biz sadəcə o səhnədəki qaydalara tabe olan oyunçularıq. Amma qaydaları bilmək ən azından oyunda sağ qalmanıza kömək edə bilər. İlk uzun videomuzda sizə bu gizli mexanizmin pərdə arxasını göstərmək istədim. Növbəti videolarda hansı tarixi böhranları və ya gizli sövdələşmələri araşdırmağımı istəyirsinizsə, mütləq şərh bölməsində yazın. Bu qara fona və ağ papaqlı stik mənə dəstək olmaq üçün videonu bəyənməyi və abunə olmağı unutmayın. Özünüzü qoruyun. Növbəti kadrlarda görüşənədək.